Dünya okeanı suları artır, dənizin səviyyəsi enməkdə davam eləyir. Belə getsə, yaxın 10 ildə dənizin şimalında su qalmaya bilər. Bu il yanvarın 9-da dənizin səviyyəsi rekord həddə enir. Dünya okeanı səviyyəsindən 29,11 metr aşağı düşüb. Yəni indiyə qədər milyon illər ərzində belə bir rekord hədd qeydə alınmamışdı. Alimlərin proqnozları da özünü doğrultmur. Proqnozlar alt-üst olur. Çünki hər şey çox sürətlə baş verir. Alimlər vaxtilə deyirdilər ki, yaxın 10 ildə səviyyə 29 metrə düşəcək. Amma bu 5 il tez baş verdi. Digər bir elmi mənbədə deyirdilər ki, o qədər düşəcək aşağı ki, şimalda su qalmayacaq. Amma bu proses 4 dəfədən çox sürətlənib hazırda. Nəyə görə? Çünki o proqnozu verəndə hər il 7 santimetr aşağı düşürdü. Amma son 5 ildə, yəni 21-ci ildən indiyə qədər səviyyə hər il 30 santimetr düşür aşağıda. Yəni ki, proses 4 dəfədən də çox sürətlənib. Belə çıxır ki, 15-20 ilə şimalda su qalmaya bilər. Amma alimlər deyir ki, irəlidəki illərdə bu düşmə prosesi biraz da sürətlənəcək. Yəni 30 santimetrdən də çox olacaq illik düşmə həddi. Tüm bunların da hamısının səbəbi qlobal istiləşmədir. Hansı ki, temperaturu artırır, suyun temperaturunu artırır, çaylarda suları azaldır. Bir də ki, çaylarda qurulan bəndlərdir. Proseslər haqqında məlumatlar hamısı məqalə formasında yazmışam. Onu Facebook səhifəmdə yerləşdirmişəm. Bu videonun altında o postun linkini yerləşdirirəm. Bütün bu proseslərin səbəblərini anlamaq üçün Xəzərin taleyinin tarixinə nəzər salaq. 60 milyon il bundan əvvəl Paratetis dənizi olub. Azərbaycanın, Qafqazın, Avropanın böyük bir hissəsi, bütün bu ərazilər hamısı bu Paratetis dənizinin suları altında olub. 5 milyon il bundan əvvəl Paratetis dənizinin bir hissəsi ayrılıb. İndiki Xəzər, Azov və Qara dəniz suları həmin o hissənin içində olub. Növbəti milyon illər ərzində, yəni ki, daha dəqiq desək, 2 milyon il bundan əvvəl Xəzərin əlaqəsi həmin o dənizlərlə kəsilib. Yəni, dünya okeanı ilə əlaqəsi kəsilib. Ümumiyyətlə, tüm bu proseslərin səbəbi o milyon illər ərzində geoloji proseslər olub. Yəni, dağ əmələ gəlmə, dərə əmələ gəlmə, bir də qlobal istiləşmə, yəni iqlim təsirləri, qlobal istiləşmə, buzlaşma səbəbindən bu Paratetis dənizinin həmin o hissəsi ayrılıb, formasını dəyişib və Nəticədə Xəzər dənizi 2 milyon il bundan əvvəl dünya okeanı ilə əlaqəsini kəsib olub bir qapalı hövzə. Yəni ki, dəniz tam formalaşan kimi elə taleyinin möhrü də onda vurulub. Tələyə düşüb canlı aləmi təhlükə altında qalmağa başlayıb, bir də iqlimin təsiri altında aciz qalmağa başlayıb. Bugünə qədər də bu proses belə davam eləyir. Xəzərin son 30 ildə səviyyəsinin aşağı düşməsi səbəbindən şimalda, Qazaxıstanda sahil xətti 56 kilometr geri çəkilib. Yəni, bu ən böyük ziyan Qazaxıstan sahillərinə dəyir. Nəyə görə? Çünki orada dərinlik 5 metrdir. Cəmi 5 metr. Yəni, nə qədər dayaz yerlər olsa, bir o qədər o yerlər daha tez qurumağa məruz qalır. Ümumiyyətlə, Xəzərin dərinliyinin maraqlı bir faktları var. Şimalda dərinlik 5 metr olduğu halda cənubda 1000 metrdən çoxdur. Orta hissə, hansı ki, Azərbaycanın, yəni Abşeronun yerləşdiyi orta hissə desə 200 metrdir. Ona görə də dərin sularda bir o qədər də çox geri çəkilmə olmur. Misal üçün, Bakı bulvarında görürsünüz, ən böyük geri çəkilmələr təxmini 15-10 metr olur. Amma çimərlik zonalarında, misal üçün, Bakı kəndlərində, bəzi yerlərdə 2 kilometr, 3 kilometr geri çəkilib. Bir də Zığ qəsəbəsi birləşib Qum adasına, yəni Qum adası yarımadaya çevrilib. Yəni, bütün bunlar hamısı son 30 ildə baş verən proseslərdir. Və bir də ki, Abşeron Milli Parkının yerləşdiyi o qurtaracaq hissə ki var, yarımadanın qurtaracaq hissəsi, hansı ki, qartalın dindiyi formasındadır. Və həmin o hissə də biraz quruyub, uzanıb, enlənib, o da quruya çevrilir. Amma bunlar cəmi bir neçə kilometr və yaxud da ki, bir 15-20 metr quruma prosesləridir. Amma
en büyük ölçü quruma yerləri dediyim kimi Qazaxstanda baş verir. O da onun dayaz olduğuna görədir. Alimlərin hesablamalarına görə əgər şimal hissə quruyarsa, Qazaxstanın sahil xətti düşə bilər düz Dağıstan səviyyəsinə qədər. Yəni sahil xətti Qazaxstandan Dağıstana qədər enə bilər. Xəzərin səviyyəsini göstərən bir reyka var, ölçü reykası, hidroloji ölçü reykası. O orada yerləşir. Mən 2011-ci ildə Xəzər dənizi ilə əlaqəli sonuncu məqaləmi yazmışam, sonuncu araşdırmamı eləmişəm. Xalq qəzetində dərc olunub. Bir də elə həmin ildə Amerikanın Natural History jurnalında dərc olunub. O vaxtdan indiyə qədər hər il Xəzərin dənizinin səviyyəsini gəlib burada şəklini çəkirdim. Yəni reykaların şəklini çəkirdim. İndiyə qədər 15 il ötüb, amma təkcə son 12 ildə, yəni 15 ili qoyaq kənara, son 12 ildə bu 2 metrə yaxın düşüb. Alimlər bütün bu proseslərin səbəbini başa düşmək üçün son 100 ilə nəzər yetirirlər. Deməli, burada Xəzər dənizinin səviyyəsinin düşdüyü 2-30 illik var. 2-30 illik bir dövr var. Biri başlayıb 1948-ci ildə və 1978-ci ilə qədər davam edib və ən yüksək həddinə çatıb, yəni ki, mənfi 29 metr aşağıya düşüb. Yəni indiki səviyyədən 11 santı yuxarı ol. Bu olub deməli bir 30 illik dövr ərzində 48-ci ildən 78-ə qədər. Sonra 96-cı ilə qədər səviyyə yenidən artmağa başlayıb. Yəni ki, 18 il müddətində səviyyə artıb, gəlib çatıb dünya okeanı səviyyəsindən 25 metr yuxarıya. Yəni suyun səviyyəsi qalxır. Və 96-cı ildən bu günə qədər yenə də 30 il ərzində düşmə prosesi gedib. Hazırda 29 metrdən də aşağı enib, yəni 11 santı da aşağı düşüb. Bütün bunların hamısının səbəbini alimlər belə başa düşüb ki, burada küləklər rol oynayır. Atlantik okeanın şimalından gələn, bir də Sakit okeandan gələn küləklər rol oynayır. Misal üçün şimaldan gələn, yəni Atlantik okeanın şimalından gələn küləklər üstünlük təşkil eləyib bu artma dövründə. Yəni ki, 78-ci ildən 96-cı ilə qədər. Sakit okeandan gələn küləklər havanı isidir, yağışları azaldır, quraqlıq olur. Bu zaman suyun səviyyəsi enir. Amma Atlantik okeanın şimalından gələn küləklər çoxluq təşkil eləyəndə bu zaman suyun səviyyəsi artır. Çünki temperatur aşağı düşür, yağıntılar çoxalır və dənizin səviyyəsi artır. Yəni o enmə dövrlərində, o 2 dənə 30 illik dövrdə dənizin səviyyəsi aşağı düşüb. Çünki Sakit okeandan gələn küləklər üstünlük təşkil edib. Dənizin səviyyəsi qalxanda isə Atlantik okeanın küləkləri üstünlük təşkil edib. Amma alimlər bilmirlər ki, bu nəyə görə dəyişir. Yəqin çoxlarının yadındadır, 90-cı illərdə küləklər çox olurdu. Yəni ki, dəniz səviyyəsi artan illərdə o qədər çox olurdu, o qədər sərt, şiddətli küləklər olurdu ki, hətta qapıları çırpırdı, şüşələri sındırırdı. İndi həmin küləklər yoxdur, çünki istiqamətini dəyişib. Hazırda Sakit okeandan gələn küləklər üstünlük təşkil edir. İndi isə gedək Abşeron çimərliklərindən birinə. Burada sahil xətti təxminən 100 metrə yaxın geri çəkilib. Bayaq dediyim kimi, şimalda Qazaxstan sahillərində 56-57 kilometr geri çəkilib. Amma burada isə təxminən cəmi 100 metrə yaxın bir geri çəkilmə var. Bir də bir faktı da qeyd edeyim. 90-cı illərdə küləklər güclü olanda dalğalar da güclü olurdu. O da dənizin sularını yumağa, yəni çirkli suları yumağa kömək eləyirdi. Amma indi dənizin dalğaları azalıb, külək azalıb. Ona görə ekoloji vəziyyəti də yüngülləşdirməyə o qədər də rol oynamır. Bu da kömək eləmir. Yəni ki, dalğalar olanda suyu, neftin çirkliyini və yaxud da ki, yosunları götürüb suyun üzündən gətirir, sahilə atır, geri qaydırdı. Xəzər dənizinə 130 çay axır. Onlardan ən böyüyü Volqadır. Vaxtilə bir ildə 250 kilometr axırdı. Hazırda onun
axın miqdarı düşür cəmi 207 kub kilometrə. Yəni 250-dən 207-yə düşür. Ən aşağı miqdar əslində 160 kub kilometr qeydə alınıb Volqa üçün. O da olub həmin o 70-ci illərin sonunda, hansı ki 1-ci 30 illik emmə dövrünün sonunda. Xəzər dənizinə axan çayların holsuzluğuna görə üçüncüsü Kürdür. Kürün də miqdarı azalıb. Bu da son illər elə bir həddən gəlib çatıb ki, hətta misal üçün 2021-ci, 23-cü illərdə Kürün mənsəlindən bir qol qurudu. Çay dənizə yox, dəniz çaya axmalı oldu, yəni geriyə axım oldu. Son 100 ildə alimlər hesablayıblar ki, çaylar üzərində 14.000 bənd qurulur. Bəndlər suyu ləngidir və buxarlanmaya şərait yaradır. Xəzər dənizinin problemlərindən biri də su itilərlə bağlıdır. Onlar tükənmək üzrədir. Sayları 104.000-dən 70.000-ə düşür. Birdən-birə 300 ədəd, 500 ədəd və yaxud da 1000, 2000 ədəd ölürlər. Misal üçün 2022-ci ildə birdən-birə 2500 su iti mövzusu sahilə çıxdı. Onlar qırmızı kitaba düşüblər. Elə qırmızı kitaba düşəndən sonra təkcə elə bir həftə ərzində Qazaxıstan sahilində 300-ə yaxın ölü su iti çıxır. Su itilərinin ölməyinin əsas səbəblərindən biri ekoloji çirklənmə, bir də ki, qanunsuz balıq ovlarının olmasıdır. Çünki balıq ovları zamanında torplara düşür o su itilər və balıqçılar onları öldürürlər. İndi nərə balıqlar, ərə balıqlar da qırmızı kitaba düşüb, onlar da tükənmə üzrədir. Nərə balıqların da əsas tükənmə səbəbi ekoloji çirklənmə, yəni su itlərdə də belədir, nərələrdə də. Bura Zığ qəsəbəsidir, sahil xəttidir. Gördüyünüz bu quru ərazilər vaxtilə dənizin altında olub. Son 30 ildə bu ərazi quruya çevrilib, belə bir təpələr əmələ gəlib. Bir də uzaqdakı o tikililər Zamoddur, ora qum adasıdır. O ərazi quruyaraq gedib birləşib qum adasına, qum adası olub yarımada. Ümumiyyətlə görün nə qədər sürətlə emmə baş verim ki, bu belə bir təpələr üzə çıxıb hər il 7 santimetr aşağı düşəndə həmin illərdə alimlər hesablamışlar ki, bu temp, yəni bu dinamika dünya okeanı sularının artım dinamikasından 20 dəfə yuxarı idi. Yəni dünya okeanı suları nə qədər artırsa, hansı sürətlə artırsa, ondan 20 dəfə artıq sürətlə Xəzərin səviyyəsi enirdi aşağı. Amma təsəvvür edin ki, son 5 ildə hər il 30 santimetr enir aşağı. Yəni ki, bu o deməkdir ki, dünya okeanı sularının artım dinamikasından hardasa 80 dəfədən də çox, 100 dəfəyə yaxın bir sürətlə Xəzərin səviyyəsi enir. Fikir verin, bax bunlar hamısı vaxtı ilə dənizin altında. Mən indi çöldə küləkli olduğuna görə içərdən çəkirəm ki, səs aydın olsun. Bu vəziyyətlə mübarizə aparmaq üçün Xəzərin ətrafındakı 5 ölkə, bir də dünyanın digər ölkələri bir araya gəliblər, həmrəy olublar. İndiyə qədər xeyli milyonlarla pul xərclənib, tədbirlər keçirilib, konferanslar, layihələr həyata keçirilib, amma təəssüf ki, heç bir nəticə verməyib, bir müsbət nəticə yoxdur. Burada hazırda əsas diqqət köklənib proqnoza. Yəni ki, ən vacib məsələ proqnozdur, proqnoz əldə etməkdir. Çünki ölkələr bilməyə çalışır ki, görəsən yaxın 100 ildə vəziyyət necə olacaq. Çünki bu cəmiyyətlər bilmək istəyirlər ki, həyat tərzlərini bu əsrin sonuna qədər necə uyğunlaşdırsınlar. Burada da əsas məsələ təbii ki, indi başa düşüldüyü kimi proqnozdur. Sadəcə ən böyük əngəl odur ki, alimlər proqnoz verməkdə çox çətinlik çəkirlər. Proqnozlar alt-üst olur. Rəqəmlər çox sürətlə dəyişir, bayaq dediyim kimi. Proqnozun da yolunda iki ən böyük əngəl var. Biri odur ki, Sakit okeandan və Atlantik okeandan gələn küləklər bir-birlərini nə vaxt əvəz edəcəklər, bir onu müəyyənləşdirə bilmirlər alimlər. Bir də ki, yaxın 10 illiklərdə atmosferə nə qədər karbon qazı buraxılacaq, bax onu da müəyyən etmək çox çətindir. Bu iki əngəl proqnoz yolunda çox ciddi problemlərdir. Bir də bütün bu məlumatları verəndən sonra hər kəsdə
bir fikir yaranır. Oxucuda da, tamaşaçıda da, jurnalistdə də, alimində də Xəzər dənizinin gələcəyi barədə. Məndə də həmçinin bir jurnalist kimi bir fikir formalaşır. Mən belə başa düşürəm ki, burada insan faktoru cüzidir. Alimlər də bunu etiraf edir. Antropogen amil burada sadəcə vəziyyətin sürətlənməyində rol oynayır. Proses bir halda ki, milyonlarla illər bundan əvvəl başlayıb, deməli, dənizin taleyi möhrü milyon illər bundan əvvəl vurulub. Yəni ki, bu senari artıq çoxdan başlayıb. Burada insan səbəbkar da deyil, onun qarşısını almağa da imkanı yoxdur. Qədimdə də, daş dövründə də insanlar Xəzər dənizinin geri çəkilməyinin şahidi olublar. Amma indiki qədər həyəcanlanmayıblar, narahatlıq daşımayıblar. Çünki o dövrdə insanların həyatı bu qədər asılı deyildi dənizdən. Yəni ki, infrastrukturlar, yaşayış yerləri yox idi. Köç prosesi onlar üçün çox asan idi. Mən belə başa düşürəm ki, qədimdə bu Xəzər dənizinin səviyyəsinin enməyi o qədər də narahatlıq yaratmayıb. Bir ümid də var ki, nə zamansa dənizin səviyyəsinin qalxması da gözlənilir. Çünki 2-30 illik enmə dövrünün arasında bir qalxma dövrü də var. 18 illik qalxma dövrü, hansı ki 78-ci ildə başlayıb 96-cı ilə qədər qalxıb səviyyə. Yəni ki, su gələn arxa bir də gəlir. Belə, təşəkkür edirəm videonu izlədiyiniz üçün. Salamat qalın, quruda qalmayın.